Kişilərdə süd vəzi xərçəngi inkişaf edə bilməz. Bu yanlışdır. Çünki döş vəzi xərçənginin 1% kişilərin payına düşür. Yəni kişilərdə də süd vəzi xərçəngi yaranma ehtimalı vardır, ancaq qadınlardakı qədər yüksək deyildir. Mammoqrafiya xərçəngin yayılmasına səbəb olur. Bu yanlış fikirdir və mifdir. Qeyd edeyim ki, pasientlərin mammoqrafiya müayinəsindən imtina eləməyinin səbəbi də bu el arasında yayılan miflərdir, sözlərdir. Çünki mammoqrafiyanın radiasiyası, yəni şüalanması çox aşağıdır və ona görə də hətta ildə bir neçə dəfə bu müayinədən istifadə edə bilirik. Süd vəzi xərçəngi həmişə düyünlə özünü göstərir. Bu yanlış bir fikirdir. Çünki süd vəzi xərçəngi hər zaman düyünlə müşahidə oluna bilməz. Bəzi hallarda xəstə qolaltı limfa düyünlərinin böyüməsi səbəbindən müraciət edir. Bəzən süd vəzi dərisinin portağal qabığına bənzəyən forma alması səbəbindən, bəzi hallarda isə uzaq metastazlarla bizə müraciət edir və süd vəzdə heç bir düyün aşkar etmirik və yaxın limfa düyünlərində dəyişkənlik ola bilir. Ona görə də xərçəng hər zaman düyünlə müşahidə olunmur.